Salam, hər vaxtınız xeyir. Mən məntiq fənni üzrə təlimçisi Simran Süleymanov. Bu günlərim sizlərə son dövrlərdə dövlət qulluğu imtahanlarında məşhur olan sual tipinin izahını edəcəm. Diqqətlə dinləyirsiniz, çətin heç nə yoxdur. Düzdür, bir çox müəllimlər bu sualın izahını paylaşıb, sadəcə olaraq o qədər də əlverişli bir üsul deyil. Sizə sürətli şəkildə, maksimum 2 dəqiqəyə həll edə biləcəyiniz bir həll üsulu deyəcəm. Maksimumda 30-35 saniyə şəkli çəkməyə vaxtınız gedəcək. Bir saymaqla imtahanda ən tezi 15-20 dəqiqə həll edə bilərsiniz bu sualı. Və hər dəfədə siz çəkdiyiniz xətləri saxlamalısınız. Şəkil qarışır təmiz. Başınızı itirirsiniz. Beynin yorğun vaxtı imtahanın sonuna saxlayacaqsınız yəqin ki, bu sualı vaxt apardığı üçün. Yorğun beyinlə də bu sualı işləmək çox problemli olur. Düzdür, bir çox müəllimlər izah verib YouTube-da. Ancaq mən sizə tam fərqli, ən asan yolu deyəcəm. İlk öncə imtahan, siz də bilirsiniz ki, dövlət qulluğu imtahanları elektron qaydadadır. Və kompüterin üzərində iş görə bilmədiyiniz üçün bu şəkili vərəqə çəkirsiniz. Vərəqə çəkdikdən sonra kvadratların içərisinə rənglərinin baş hərfini yazın. Sarıya S, qaraya QA, qırmızıya QR yazdınız. Bildiniz ki, hansı hərf hansı rəngi bildirir. Sonra bizdən istədiyi ardıcıllıqla nömrələməliyik. Deməli, bizə yazılacaq şəkildə qırmızı kvadratlardan başlayaraq istənilən istiqamətdə yuxarı, aşağı, sağa, sola kvadratdan kvadrata keçərək ancaq aşağı, yuxarı, sağa, sola keçə bilər. Yəni çarpaz xəttlər keçə bilmərik. Belə çəp keçə bilmərik. Ancaq aşağı, yuxarı, sağa, sola keçərək ardıcıl olaraq qırmızı, boz, göy, sarı və qara kvadratlardan yaradıla bilən 5 kvadratlı komplekslərin sayını müəyyən edin. Deməli, bizə hansı ardıcıllıq lazımdır? Qeyd eləyək onu. Qırmızı, sonra boz, növbəti göy, sarı və qara. Sarı və sonra da qara. Birinci qırmızıdan başlamalıyıq. Və bizim başlanğıc üçün 5 dənə qırmızı xanamız var. Göy rəngi seçək ki, qırmızının üzərində işləyənə bilək. Mən aşağıdakı qırmızıdan başlamaq üçün bir dənə ihtimalım var. Bu qırmızıdan başlayacağım. Eyni qaydada da bütün qırmızılarla başlamaq üçün bir ehtimalım var. Yəni bir yol var orada. Qırmızıdan gəlib başlayacağım. Qırmızıdan sonra boza keçməliyəm. Baxıram ki, boz xanalara. Baxın, buradakı boz xanaya mən bir yuxarıdakı qırmızıdan gələ bilərəm. Yəni bu qırmızıdan gələ bilərəm. Bir də aşağıdakı qırmızıdan gələ bilərəm. Deməli, bu boz xanaya gəlməyimin 2 yolu var. Yazıram 2. Sonra keçirəm başqa boz xanaya. Baxın, 2 qırmızının arasında yenə burada boz xana var. Bu boz xanaya bir soldakı qırmızıdan gəlirəm, bir də sağdakı qırmızıdan. Deməli, gəlməyimin 2 yolu var. Sonra bu boz xanaya baxıram. Bu boz xanaya gəlməyimin yenə 2 yolu var. Aşağıdakı boz xana, bir də yuxarıdakı boz xana. Bunun da 2 yolu oldu. Sonra bu boz xanaya baxırıq. Bir yol var. Soldakı boz xanadan gələcəyik. Növbəti bu boz xana. Burada biz gələ bilərik soldakı boz xanadan ancaq bir yol. Bu boz xanadan keçid olmaz. Qırmızı xanadan keçid olmaz ora. Boz xanalara gəlməyi yazdıq. Sonra keçirik göy xanaya. Bozdan sonra göyə. Mən baxmalıyam göy xanalara. Göy xanalarda qırmızı rənglə işarələyək. Rahat olsun. Deməli, mən göyə bozdan keçməliyəm. Və bizdə 5 dənə göy xana var. Bu göy xanaya sağdakı bozdan keçə bilərəm, aşağıdakı bozdan keçə bilərəm. Və eyni qaydada da bu boz xanaya mən 2 yerdən gələ bilirdim. Mənim boz xanaya gəlməmin 2 ehtimalı var idi. Deməli, sağ tərəfdəki bozdan 2 ehtimalından gələcəm.
Aşağıdakı bozdan isə 2 ehtimalla. Cəmi mənim Göyxanaya gəlməyimin 4 ehtimalı oldu. Eyni qaydada keçirik indi sağdakı bozxanaya, Göyxanaya. Bu Göyxanaya yuxarıdakı bozxanadan 1 ehtimalla gələ bilərəm. Aşağıdakı, soldakı bozxanadan 2 ehtimalla, aşağıdakı bozxanada isə 1 ehtimalla. Ümumilikdə cəmi bizim neçə ehtimalımız oldu? 4 ehtimalımız. Baxın, ədəd ardıcıllıqlarını keçəndə biz Fibonacci ardıcıllığı keçmişdik. Özündən əvvəlki ədədlərin cəmi. Burada da özündən əvvəlki rənglərə gəlməyin ehtimallarını toplayırıq. Sınıq biləşəni AS-yə hazırlaşanlar, magistr imtahanına hazırlaşanlar daha yaxşı bilər. Sarı qələm, qırmızı qələm məsələsi var, sınıq biləşən məsələsi var. Onların hamısında özündən əvvəlki ədədlərin cəmi olur. Fibonacci ardıcıllığı yəni. Burada da eyni qaydadır. İndi bu Göyxanaya da 4 ehtimalda gəldik. Növbəti bu Göyxanaya mən ancaq və ancaq soldakı bozxanadan gələ bilərəm. Başqa burada bozxana yoxdur. Deməli, buranın 1 ehtimalı var. Aşağıdakı Göyxanaya yuxarıdakı bozxanadan gələ bilərəm 1 ehtimal. Sonra bu növbəti bu Göyxanaya mən gələ bilərəm yuxarıdakı bozxanadan, bir də soldakı bozxanadan. Eyni qaydada da həmin bozxanaların da hərəsinə 2 yol var. Cəmi deməli mənim bu Göyxanama gəlməyimin 4 yolu mümkündür. 4 variantı mümkündür. Sonra Göyxanadan sonra keçməliyim, Göyxanalarda işlədik hamısını. Keçməliyik Sarıxanaya. İndi mən sarıya göydən gələcəm. Bu sarının yanında göy yoxdur. Mən bu sarıxanaya, yuxarıda künclü olan sarıxanaya gələ bilmərəm. 0 ehtimalı var. Növbəti, baxaq sağ tərəfdəki sarıxanaya. Mən bu sarıxanaya keçməliyəm Göyxanadan. Deməli, bura biz soldan keçə bilərəm, bir də aşağıdan. Gələ bildiyim variantları toplayıram. Hardan gələcəmsə onları toplayıram. 4 ehtimalla sağdan, soldan Göyxanadan gələrəm. 1 ehtimalla da aşağıdakı Göyxanadan gələ bilərəm. Oldu cəmi 5 ehtimalı. Sonra aşağıdakı xanaya baxaq, bu xanaya baxaq, sarı xanaya. Deməli, bura mən soldan 4 ehtimalla, sağdan isə 1 ehtimalla gələ bilərəm. Oldu 5. Sonra aşağıdakı sarı xanaya baxaq. Yuxarıdan ancaq gələ bilərəm 4 ehtimalla. Bu sarı xanaya isə yuxarıdan 1 ehtimalla gələ bilərəm. Sarı xanalarda qutardı. Qaldı ən sonuncu qara xanalar. Deməli, mən qara xanaya sarı xanadan keçid etməliyəm. Bura mən soldakı sarı xanadan keçəcəm və o sarı xanaya gəlməyin yolu yoxdur. Deməli, bu qara xanalara da 0-dır. Bu qara xanaya mən aşağıdakı sarıdan 5 variantda gələ bilərəm. Bu qara xanaya, aşağıdakı qara xanaya soldan 1 variantda gələ bilərəm. Bu qara xanaya isə yuxarıdan 5 variantda, soldan 4, sağdan isə 1 variantda. Yəni cəmi 10 variantda gələ bilərəm. 10 dənə müxtəlif üsulla gələ bilərəm. Mənə deyir ki, bütün halların, yəni bütün mümkün variantların sayını tapın. Yəni bu 5 kvadratlı komplektlərin sayını tapın. Mənə lazımdır ən sonuncu xanalara gəlmə ehtimallarım. 5, 1 və 10 qara xanalara. Burada isə 0-dır. Bu qara xanaya 5 variantla gələ bilirəm, yəni 5 müxtəlif yolla gəlirəm. Aşağıdakı qara xanaya 1, yenə aşağıda mərkəzdə olan xanaya isə 10. Deməli, olur 16 ehtimal. Yəni 16 dənə say var. Bu komplektdən 16 say var. İmtahanda bu qaydada işləsəz, asanlıqla tapa bilərsiniz. Oxşar tipdən birinə də baxaq. Deməli, bizə burada başqa ardıcıllıq verilib, rəng ardıcıllığı. Deməli, ardıcıl olaraq deyir sarı, boz, qara, qırmızı və yaşıl. Sarı, bircə saniyə hamısını yazaq bunların yenə. Sarı, növbəti keçməliyik boz, sonra qara, qırmızı və yaşıl. Qırmızı və yaşıl. Yazaq. Sarı xanaların yenə hərəsindən başlamaq üçün bir ehtimalımız var. Birləri yazdıq.
İndi bozxanaya keçmək üçün mən sarıdan keçməliyəm. Bu bozxanaya mən ancaq soldakı sarıdan bir ehtimalla gələ bilərəm. Bu bozxanaya soldakı sarı ilə bir ehtimalla gələ bilərəm. Bu sarı bozxanaya, ortada olan bozxanaya yuxarıdan bir, aşağıdan isə bir ehtimalla. Yəni ümumi 2 ehtimalda gələ bilərəm. Ən aşağıda verilən bozxanaya yuxarıdan bir ehtimalla, yəni sarıdan keçməliyəm. Bir ehtimalla gəlirəm. Bu bozxanaya isə sağ tərəfdəki sarı ilə bir ehtimalla keçə bilirəm. Bozxanaları yazdıq, qurtardıq. Keçirik qaraxanalara. Qaraxana isə bozdan keçid eləməliyəm. Deməli, bu qaraxanaya bir dənə aşağıdakı bozxanadan gələcəm. Elə 1. Bu bozxanaya aşağıdakı bozxanadan gələcəm. 1. Bu qaraxanaya yanında bozxana yoxdur. Mən həmin qaraxanaya keçid eləyə bilmərəm. 0. Bu qaraxanaya deməli, mərkəzdə verilənə. Sağdan 2 variantda, aşağıdan 1 variantda. Yəni ümumilikdə 3 variantda gələ bilərəm. Ən sonuncu qaraxanaya isə yanında bir dənə bozxana var və həmin bozxanada da 1 variantda gələ bilirdim. Deməli, qaraya da 1 variantda gələcəm. Ətrafındakiləri toplayırsınız. X yox. Növbəti qırmızı. Qırmızını yazaq göylə, rəngi qarışmasın. Deməli, qaradan qırmızıya keçməliyəm indi. Qırmızılara. Bu qırmızıya mən yanında qara yoxdur. Gələ bilmərəm. Baxın, bu qırmızıya gələ bilmərəm. Bu qırmızıya gəlmək üçün yanında bir dənə aşağıdan gələ bilərəm. Aşağıdakı qaraya da gəlməyimin 3 variantı var. Deməli, olacaq 3. Bu qırmızıya gəlməyim üçün sağda 3 variant, aşağıda 1 variant. Cəmi 4 variantda gəlirəm. Bu qırmızıya gəlməyim ancaq sağdan gələ bilərəm. 1. Sonuncu qırmızıya gəlməyimin bir dənə yuxarıdakı qaradan gələ bilərəm. 1. Qırmızılar da bitdi. İndi baxırıq yaşıllara. Deməli, mərkəzdə verilən yaşlar və mən yaşla qırmızıdan keçid eləyəcəm. Bu yaşla gəlməyim üçün sağda 3, aşağıda isə 4 variant var. Olacaq 7. Sonra bu yaşla gəlməyim üçün yanında qırmızı yoxdur, yaşla gələ bilmərəm. Bu yaşlında yanında qırmızı yoxdur, gələ bilmərəm. Eyni qaydada bu yaşlında yanında qırmızı yoxdur, gələ bilmərəm. Bu yaşlının yanında qırmızı var, bir dənə. Gəlirəm. Sonra növbəti bu yaşla isə 0 gələ bilmirəm bu yaşlada. Yanında qırmızı yoxdur. Deməli, mənim yaşıllara gəlmə ehtimallarım neçə oldu? 7 buradadır, 1 isə burada. Cəmi 8 ehtimalımız oldu. Bu qədər sadə.